Verilmiş tənliklər sistemindən A plus B cəmini tapın. Sistem tənliyin birincisini hər tərəfini A-ya vururuq, ikincisinin hər tərəfini isə B-yə vuracaq. A-ya vuranda birinci tənlikdən alınacaqdır A kubu, üstəgəl 3AB kvadrat bərabərdir 140-a. İkincidə alınır B kubu, üstəgəl 3A kvadrat B bərabər 76-ya. Tərəf-tərəfə toplayaq. A kubu üstəgəl 3A kvadrat B üstəgəl 3AB kvadrat üstəgəl B kubu bərabərdir 140 üstəgəl 76, yəni 216. Sol tərəf görürük ki, A plus B cəminin kubudur. Onda A plus B cəminin kubu 216-dırsa, əlbəttə ki, A üstəgəl B cəmi 6-ya bərabərdir. Cavabımız olur A variantı.